Axşamınız xeyir. Biz indi Samət bəylə Avstriyadan gəldik bura, Çepovana. Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin qəbrinin üstünə. Təklif Samət bəydən gəldi. Çünki Samət bəy rəhmətli Mehdi Hüseynzadə ilə eyni kəndçidir. Hətta indi mənə söylədiyinə görə Mehdi Hüseynzadə adına olan orta məktəbdə oxuyub. Zamanında baxmayaraq ki, özünün 53 yaşı var, unutmayıb. Gəldi, əziyyət çəkdik. Bir həm kəndçisi kimi istəyir bütün Novxanların adından. Mən elə bayaq maşında da özünə dedim ki, yarı zarafat, ilk Novxanlısan, tarixə keçdin ki, gəldin rəhmətliyin, həm kəndlinin məzarı üstünə. İndi də Samət bəy gördüyünüz kimi yaxınlaşdı Mehdi Hüseynzadənin məzarı üstünə. Burada abidədir. Mehdi Hüseynzadənin baxın, burada Mikhailo Heroj yazmış. Bu sırf Slovencədir. Burası bizim dildə. Bunu səfirlik yəqin ki, təşkil edib. Belə bir abidəni sağ olsunlar. Hər kim təşkil edibsə. Mehdi Hüseynzadə 1918 doğum tarixi. Novxanı elə bir kənddir ki, Allaha qurban olum. Verdiyi oğlanlar ancaq baş tacımızdır. İstər Mehdi Hüseynzadə olsun, istər Məmməd Əmin Rəsulzadə olsun. Amma təəssüf ki, məzarları yurt dışındadır. Türklər demiş. Məmməd Əmin Rəsulzadə Ankarada, Mehdi Hüseynzadə uzaq Sloveniyada, Novogoritsada. Gəldik Samət bəylə. Samət bəy çəkiliş aparır hal-hazırda. Ölüm tarixini orada yazıb. Doğum tarixi və ölüm tarixi 22 dekabr 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. Amma orada əlavə olunmayıb. Samət bəy adından mən əlavə eləyim. Novxanı kəndində anadan olmuşdur. Və ikisi 11-ci 1944-cü ildə Vipavada şəhərində qəhrəmancasına həlak olmuşdur. Bir var filmdəki Mikhailo, bu canlı gözümüzlə gördüyümüz məzarı başındayıq. Allaha qurban olum, Allah qəni-qəni rəhmət eləsin. Qəhrəman oğul burada yatır. Samət bəy də bir daha deyirəm, ilk Novxanlıdır. Məncə ilk Novxanlıdır ki, həm kəndlisinin məzarı başında ziyarət edir. Amma inşallah bu bir president olar. İnşallah elə ayağı Sloveniyaya keçən, ayağı Avstriya, İtaliyaya keçən hər Novxanlı, hər Bakılı, hər Ağdamlı, hər Azərbaycanlı, hər Musavatçı ələl-xüsusda bunu əlavə qeyd eləmək istəyirəm. Gələrlər bu məzar üstü abidəni ziyarət edirlər, qəbr üstü abidəni ziyarət edirlər, gül qoyarlar, bayraq qoyarlar. Samət bəy əlavə bir şey eləyim, orada Samət bəy başdaşı üzərinə Azərbaycan bayrağı qoydu. Burada mən bir dənə yapışdırdım Azərbaycan bayrağı. Bir daha deyirəm, Samət bəy qoyduğu bayraq Novxanların adındandır. Mənim bura yapışdırdığım bayraq həm bütün Azərbaycanlıların adından, həm Musavatçıların adındandır. Bir daha belə bir kəndindən qürur duyuruq. 2 evlat verib. Bildiyimiz ikisi də Azərbaycanın fəxridir, baş tacıdır. Həm Məmməd Əmin Rəsulzadə adı tarixdədir, adı dünyaya bəllidir, adı qəlblərdədir, adı ürəklərdədir. Həm də Mehdi Hüseynzadə. Allah bu kəndə dəyməsin. Allah bu kəndi nəzərdən, bəladan hifz eləsin, qutarsın ki, inşallah gələcəkdə bizə ən azı 222, 202 belə evlatlar versin. Allah Samət bəyin də canını sağ eləsin. Təklif məndən gəldi. Samət bəy də əziyyətini çəkdi. Daha doğrusu elə bir qaynaşma oldu. Dünəndən belə bir təklif oldu. Sağ olsun, kəndlisin gəldi. Məmməd ağaya da Samət buradan salamlar deyir. Deyir ki, Məmməd ağa təbliğat apar. Novxanlardan hansının nəyə gəldi? Sloveniyaya düşdü, nə Avstriya düşdü. Gəlsinlər buranı, bu məzarı ziyarət eləsinlər. Hamımızın borcudur, amma Samət indi mənə göz eləyir ki, ekstra Novxanların daha çox borcudur.